Salam uşaqlar, baxın, məsələ həllinə bir dənəsinə baxaq, qab su məsələlərinin izahına. Məsələn, deyir ki, qab tam dolu olduqda, bütöv bu dolu olanda, bütöv 17 kiloqram. Amma 5-də 4-ü dolanda, nə deməkdir 5-də 4-ü? Yəni 5 hissəyə bölünübdür. 5 hissəyə bölünübdür, amma 4 hissəsi dolubdur. 5 hissənin hamısı dolanda 17'dir. Amma 5'də 5 hissə tutan borunun 4 hissəsi dolanda 14 olacaq. O zaman bu 5 hissədən, yəni 5x-dan çıxırsan bu 4 hissəni, yəni 4x-i bərabər olur. Bu çəkidən də bu çəkini çıxırsan. Yəni 17-dən 14 çıxırsan. X da bərabərdir 3-ə. Yəni bu 3 nə deməkdir? Yəni mənim bir dənə hissəm 3, 3, 3, 3 olaraq göstərilir. Düzdürmü? Əgər mənim bir dənə hissəm 3 olaraq göstərilirsə, o zaman 3'ü vuraram 5'ə. Ki, əgər mənim bidonum tam dolu olsaydı 15 litr su tutardı. Amma bax 15 litr göstərmir, axı 17 litr göstərir. Ona görə 17-dən də 5'i çıxsam, bilərəm ki, mənim bu bidonumun özü də 2 kiloqram imiş. Bu bir. İkinci, 8'də 7 hissəlik boru var. Bir də var, neçə? 8'də 5 hissəlik boru. Bu nə deməkdir? Bu deməkdir ki, yəni birinci borum həm də ikinci borum 8'də 7 və 8'də 5 nə deməkdir? Hər ikisi də 8 hissəyə bölünübdür. Bu da 8 hissəyə bölünüb. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Bu da 8 hissəyə bölünübdür. 2, 3, 4, 5, 6, 7 və 8. Amma birinci borumun 8 hissəyə bölünən birinci borumun 7 hissəsi dolubdur. Bax, bura qədər. 7 hissəsi dolubdur. Bu da 18 kiloqram eləyibdir. İkinci hissəmin isə 8'də 5 demək. 8'də 5 demək nə deməkdir? Yəni 5 hissəsi dolub. 8 hissəyə bölünübdür, amma 5 hissəsi doludur. 3, 4, 5. 5 hissəsi doludur. Bu isə 14 kiloqram çəki eləyir. Bu 18, bu da 14. Yenə də nə demişdik? Hissələrdən hissələri çıxacağıq. Yəni 7 hissədən 7x-dan çıxıram. 5 dənə hissə 5x-i bərabər olur. Çəkidən də çəkini çıxıram. 18 çıx 14'ü. Bu da eləyir 2 dənə hissə 2x bərabərdir 4'ə. Onda x də bərabərdir 2'yə. Yəni mən bu borumun bir dənə hissəsi də olsa 2 litr tutardı. Axı mən bu borunu neçə hissəyə bölmüşəm? Neçə dənə hissəlikdir borum? 2'ni vuraram 8'ə. 16 litr tam dolu olsaydı 16 litrim dolardı. Amma mən heç vaxt tam doldurmamışam axı. Birində 7 hissəni doldurmuşam, birində də 5 hissəni. O zaman əgər bir dənə hissəm 2 litrdirsə, mən 7 hissəni doldursam neçə litr tutacaq? 7'ni vuracam 2'yə ki, 7 hissəni doldursam 14 litr tutacaq. Axı mənim borum 8 hissəlik boruydu. Və mən 7 hissəsini doldurdum, 14 oldu. Amma bu deyir, yox, 7 hissəsini dolduranda 18 olub. Deməli, həmin 18'dən də 14'ünü çıxacam ki, deməli mənim bu 4'ü mənim o boş qabımın çəkisidir. Eyni şəkildə ən axırıncını da izah eləyəm. Yenə də borum 8'də 7 hissəsi var. Biri var 8'də 7, digəri də var ən axırıncı məsələdə, yəni də. Biri də var 8'də 3 hissə. Nə deməkdir? Bax 8'də 7, 8'də 3. Yəni 8 hissəyə bölünmüş borum var. Bölürəm. 1, 2, 3, 4, 5,
6, 7 ve 8. Yine de 1, 2, 3, 4, 5, 6, 7 ve 8 hissəyə bölünmüş borum var. Bunun 7 hissəsi doludur. 1, 2, 3, 4, 5, 6, 7 hissəsi. Bunun isə 3 hissəsi doludur. 1, 2, 3. Bu 7 hissə dolanda olub 16 kiloqram. Amma 3 hissə dolanda olub 12 kiloqram. Doğrudurmu? Yenə də qayda eynidir. Hissə çıx hissə, yəni 7x 7 hissədən çıxıram 3 dənə hissəni. Bərabər olur. Çəki çıx çəki. Yəni 7 hissədən 3 hissə çıxsam olur 4 hissə. 16-dan da 12 çıxdım, elədi 4. Deməli, bir dənə hissəni tapmaq üçün 4-ü 4-ə böldüm ki, bir dənə hissəm, bax 1-dir. Bir dənə hissəm 1-dir. Amma bu mənə deyir ki, axı sən birinci, əgər bir hissən 1-dirsə və sən 7 hissə doldurmusansa, boş qabın çəkisini tap. O zaman 7 hissəmi dolduranda biri vuraram 7-yə ki 7 litr su tutardı. 16 litr tutduğuna görə 16-dan da həmin 7-ni çıxacam ki bir dənə boş qabım 9 litr